bugün Güney Azərbaycan istiqlal məsələsini kimsə dana bilməz, kimsə pərdə arxası eləyə bilməz. Görürsünüz ki, yavaş-yavaş Amerikanın da mediasından, Avropanın da mediasından, İsrailin də mediasından səslənməkdədir ki, Azərbaycanda bütövləşmə hərəkatı vardı. Onlar da güddülər, onlar da istəmirdilər, onlar da qarışmaq istəmirdilər, görmək istəmirdilər. Amma görürlər, bu bir dənə faktdır da olacaq. Tüy birliyi, bütün bugün akademistlərin baxışından bir dənə həqiqətdir, qaçılmaz bir həqiqətdir, bu olacaqdır. Yəni, bu məsələlər bir aşamaları aşmışıq. Gücümüz budur. Bizim gücümüz var. Biz gücümüzü də görürük. Biz o gücünlə buraxın Azərbaycanı, Orta Doğunu idarə eləyərik. Heç zəif göstərməyən millətimizi. Heç zəif bilməyin özümüzü. Siz bilirsiniz ki, nə qədər bizə başvurular olur ki, əməliyyata geçilsin, durdurmuşuq bunları. İnanın ki, bölgəni o da çevirərlər. Biz bu gücə dayanaraq deyirik. Alacaq, qoruyacaq, bir qarışımızı da verməyəcək. Lap tutaq ki, bu güc yoxdur. Bəs mən kiməm? Sən kimsən? Biz bizliyimizdə hətmən gələk bir şey arxamızda olamı haqqımızdan müdafiə eləyək? Mən başlaram, sən başlarsan, o birisi başlar, o birisilər də qatılarlar. O gücü sağlamalısan. O gücü sən danışığı ilə, açıqlamaqla, aydınlıq gətirməklə, milləti təşkilatlandırmaqla, birləşdirməklə nə eləyərsən, o gücü sağlayarsan ki, hər şeyi müdafiə edə bilərsən. Təbii ki, hamısı bir gecədə olmaz. Biz də bir gecədə buraya yetişməmişik. 24 ildir mən şəxsən bu milli hərəkətdəyəm. 24 ildir. Hansı mərhələlərdən keçib gəlmişik? Şeir gecəsindən, ədəbiyyat gecəsindən, musiqi dalğalarından, beləliklə yığışıb gəlmişik. İndi o mərhələləri çoxdan geçmişik. İndi bu anda, bu dövrəmdə bəziləri çəkirlər biz aparsınlar, saxlasınlar o şeir gecəsində, ədəbiyyat gecəsində, folklor ifasında saxlasınlar. Onu da icra eləyirik. O da olsun yerində. Amma geçmişik o mərhələləri. Biz bir gecədə buraya yetişməmişik. Uzun bir davanın nəticəsidir. Usaləsidir gəlib, indi yetişib nəticə verir. Birdən bir anda biri gəlib, bu bir belə aşamı aşandan sonra demək qədə o ibtidai bəhsə, o olur irticai, geriyə çəkmə, dalıya çəkmə, hərəkəti durdurmaq. Ona görə də gücümüz var. Gücümüz o gəncliyimizdir. Və mən bunu qabaqca da demişəm. Bəlli yaşdan, özəlliklə də 30'lardan aşağı beyinləri daha İran düşüncəsindən zəhərləşməmiş gəncliyimiz vardır. Biz yaşdaşların çoxun beyni zəhərlənibdir. İran düşüncəsinin formasında İranlılaşıb heç bilmədən. Amma yeni nəslimiz, özəlliklə gəncliyimiz, hələ gözləyin, indi 8 yaşında, 10 yaşında olan uşaqlara ot parçalarıdır, qurd. Onlar daha tam mənada bir qurddular. Onlar heç bizlərə də tanımayacaqlar, qəbul edəməyəcəklər. O dərəcədə güc vardır toplumda. Bizim gücümüz kifayət qədər var.